Uşaqlar, baxaq 5-ci suala. Oturacaqları 20 və 4 sm olan bərabəryanlı trapeziyanın yan tərəfi 10 olarsa, sahəsini tap. Sahəni soruşursa, trapeziyanın sahə düsturu nə idi? Oturacaqları toplayıram, bölürəm yarı yerə, yəni 2-yə bölürəm, vururam hündürlük. Və yaxud sahə həm də necə yaza bilərik? S vur H. Çünki bu orta xəttə bərabərdir axı, elə deyil? Orta xətt nə idi? Oturacaqları toplayırdım, yarı bölürdüm. Bu belə. İndi gələk, fiquru çəkək. Bu bərabəryanlı trapezi. Oturacaqlar. Deməli, bura 4-dür, bura 20-dir. Və deyir ki, yan tərəfdə 10-dur. Burada olsun 10. İndi fikir verin. O zaman burada 10-dur. Hündürlüyü çəkirəm, bax buradan. Bura 90. Deməli, bura 4. O zaman buranı da çəksək. Deməli, bura 4-dürsə, ümumi 20-dir axı. Qalır yerdə neçəsi 16-sı. O zaman 8 bura düşür, 8 bura düşür. Onda bura neçə olacaq? 6 olacaq. İndi bizə nə lazımdır? Hündürlüyü də tapdıq da, 6 tapmadıq. Vəssalam, sahə bərabərdir. Oturacaqları toplayıram, bölürəm 2-yə, vururam hündürlüyə. Bu neçə eləyir? 12 S bərabərdir. 12 vur 6, bu da eləyəcək 72 sm², yəni C bəndi.